Kəmal xanım, bu gün nə bu bişirdiyinizin adı nədir? Soçi paxlavası bişirmişik hazırda tələbələrlə. Aysa, bir də deyə bilərsinizmi, bir sualım var sizə. Soçi paxlavası ilə Azərbaycan paxlavasının fərqi nədədir? Milli paxlavamızda bildiyimiz qədərilə yağı çox olur, şərbəti olur. Sadəcə olaraq həm işi çətindir, proses çox uzun gedir. Soçi paxlavası ən rahat, xanımlarımızın ən rahat hazırlaya biləcəyi bir paxlavadır. Şərbətsiz, tam rahat yeyə biləcəyimiz bir paxlavadır. Mənə elə gəlir ki, şəkər xəstələri üçün də daha çox, yəni önəmli olar bu. Çünki bunda şəkər azdır. Əllərinizə sağlıq, çox möhtəşəmdir, gözəldir, həqiqətən də. Təşəkkür edirəm. Bax, bu cürə biz şirniyyatlar, yeməklər hazır, amma Seramno xahiş edirik, baxanlar, biz kommentariya yazanlar yazmasın ki, ay bu nədir, bunu düz eləmədi, ay bunu belə yox ki, Soçi paxlavası belə olmur, bunlar bir-için axtarlar. Seramno, amma girib baxıb görürsən ki, bunların nə konditerdən, nə də aşpazlığına anlayışı olmayan insanlar kommentariyanı düzgün yazmırlar. Yəni, insanın əməyinə qiymət verin. Bu cürə gözəl paxlava bişirilir və ya da şəkər bura bişirilir, totlar hazırlanır. Deyin ki, əllərin sağ olsun, yorulmayasan, ay usta, əllərin dərd görməsin. Bax, bunu deyin. Bunu yazmağa bizim insanlar çox çətinlik keçirirlər. Mən də deyədim, bunların hamısı paxıllığın bir əlamətidir. Çox, nöqtə. Sağ olun, çox sağ olun.